Daxili İşlər Nazirliyi sürücüləri bir daha diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır. Yol hərəkəti təhlükəsizliyinin təmin olunması, sürücü mədəniyyətinin artırılması və qəzalara səbəb olan amillərin aradan qaldırılması Nazirliyin prioritet istiqamətlərindəndir. Baş verən qəzalarda sürət həddinin aşılması, radar yaxınlığında sürətin azaldılıb, daha sonra yenidən artırılması kimi hallara tez-tez rast gəlinir. Bu cür məsuliyyətsiz davranışlar insan həyatına ciddi təhlükə yaradır. Unutmaq olmaz ki, radar yolda sürücünün sürət həddini müəyyən edən, həyatını qoruyan və onu təhlükədən çəkindirən təhlükəsizlik kəməridir. Əziz sürücülər, sükan arxasında verdiyiniz hər bir qərar təkcə öz taleyinizi deyil, ətrafınızdakiların da həyatına təsir edir. Sürət nə qədər yüksək olarsa, səhvin, ehtiyatsızlığın miqyası da bir o qədər ağır olur. Yollarda yerləşdirilən radarlar sizə dayan, düşün, təhlükəsiz get demək üçündür. Radar yolların təhlükəsizlik kəməridir. Unutmayın, sürət həyəcan deyil. Həyatınızda baş verəcək fəlakətin başlanğıcıdır.